Salam, hörmətli tamaşaçılar, xoş gördük sizləri. Bugünkü verilişimizin qonağı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovdur. Rahim müəllim, xoş gəlmisiniz efimizə. Xoş gördük. Rahim müəllim, bildiyiniz kimi 2024-cü il Azərbaycana düşərli oldu desək yanılmarıq. Çünki bu il Azərbaycanda çox böyük bir tədbir gerçəkləşdi, dünya miqyaslı tədbir oldu. 75 mindən çox insan xarici vətəndaş ölkəmizə gəldilər. Üstəlik 50-dən çox dövlətin, hökumət və dövlət başçıları Bakıya gəldi. Yəni, Bakıda bəşəriyyətin gələcəyini təhdid edən məsələlər, xüsusilə iqlim dəyişmələri mövzusu müzakirə olundu. Mən istərdim siz də ümumiyyətlə Azərbaycan ev sahibliyi etdiyi bu mötəbər tədbir barədə fikirlərinizi bildirərdiniz. Çox sağ olun. Əslində, bugün Azərbaycan, belə deyək də, Qafqaz, nəinki Qafqaz regionunda, ümumiyyətlə, dünya çapında beynəlxalq tədbirlərə, xüsusilə ciddi xarakterli beynəlxalq tədbirlərə ev sahiblik etmək iqtidarına malik olan bir dövlətdir. Yəni, istənilən bir beynəlxalq konferans, istənilən bir beynəlxalq tədbirin keçirilməsi üçün həmin dövlətdə zəruri olan bütün vasitələr olmalıdır və bu vasitələrin də ardıcıllıqla reallaşdırılması həmin dövlətdən bir növ bir təcrübə tələb edir və şükürlər olsun ki, Azərbaycan Respublikası artıq neçə illərdir ki, nəinki COP, o cümlədən digər beynəlxalq tədbirlərə ev sahibliyidir və xüsusilə də müvəffəqiyyətlə bütün o tədbirlərin öhdəsindən gəlir. O ki, qaldı 2024-cü il noyabr ayının 11-dən səhv eləmirəmsə, noyabrın 23-nə qədər olan dövr ərzində iqlim dəyişmələri üzrə tərəflər konferansının Azərbaycan Respublikasında keçirilməsi və deyərdim ki, dünyanın ən qlobal problemi olan ekoloji məsələlərə diqqət çəkməsi və sonda da sözü gedən tədbirin ən uğurlu nəticəsi kimi ekoloji sistemə, iqlim sisteminə insanların antropologin təsir səviyyəsini azaltmaq məqsədi ilə maliyyənin ayrılması, mən deyərdim ki, bu sahədə ən böyük uğurlardan biridir. Ona görə ki, istər bizdə keçirilən tədbirə qədər olan bütün konferanslarda məsələlər müzakirə olunub. Yəni, insanın iqlim sisteminə təsirinin bu və digər aspektləri müzakirə olunub, danışıqlar aparılıb. Lakin sonda isə problemin çözülməsi üçün maliyyə vəsaitinin müəyyən olunması həmişə sual altında olub. Odur ki, bugünkü bu tədbir ki var, artıq başa çatıbdır və tədbirin sonu olaraq 300 milyard dollar civarında iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin bu sahədə digər dövlətlərə yardım paketinin ayırması və onun tədricən artırılması, mən bu konferansların, yəni ki, buna qədər keçirilmiş 28 konferansın, belə deyərdim ki, bir kulminasiya nöqtəsidir. Doğru. Təbii ki, ətraf mühitə insanın negativ təsiri bizim öz təqsirimizlə bağlıdır. Əslində, ekologiya sözünün mənası bizim ev deməkdir. Yəni, biz öz evimizi öz əlimizlə, belə deyək ki, çikləndirmişik. İndi də bu günləri bu problem öz aktuallığı ilə, belə deyək ki, dünya birliyini, insanları, bütün planetimizi ciddi narahat edən bir məsələdir. Əslində, iqlimə olan antropogen təsir problemi bugünün problemi deyil. Məsələn, artıq keçən əsrin 50-ci illərindən, məsələn, səhv eləmirəmsə, ilk dəfə 1949-cu ildə Amerika Birləşmiş Ştatlarında insanlar bir ayağa qalxdılar ki, yəni artıq ekoloji problem həyəcanı var və getdikcə də bu sahədə, belə deyək ki, hüquqi tənzimlənməyə, xüsusi beynəlxalq mexanizmlərin müəyyənlənməsinə bir ehtiyac yarandı. Və tədricən 1992-ci ildə Rio de Janeiro'da xüsusi bir tədbir keçirildi və təbii ki, o tədbirin son nəticəsi olaraq iqlim dəyişiklikləri ilə mübarizə haqqında, belə deyək ki, çərçivə konvensiyası qəbul olundu və bu konvensiya ilk dəfə olaraq bütün dövlətlərin qarşısına belə bir beynəlxalq öhdəlik qoydu ki,
iqlim sisteminə olan antropogen təsirin minimuma endirilməsi bizim bir məqsədimiz olmalıdır. Təbii ki, bu məqsəd də kağız üzərində deyil. Sözsüz ki, bu məqsədin reallaşması üçün həm bir beynəlxalq mexanizmin, bir beynəlxalq birliyin yaranmasına, eyni zamanda onun hüquqi əsaslarının müəyyən olunmasına və tədricən bu istiqamətdə müvafiq addımların atılması. Yəni, bu günlər biz iqlim dəyişikliyinə ediləcək o mənfi təsirin qarşısını alması üçün sözsüz ki, müəyyən tədbirlərə getmək. Yəni, bunun azaldılması istiqamətində hansı tədbirlər görülməlidir? Yəni, müasir dövrün reallıqları nöqteyi nəzərdən məsələyə nəzər yetirsək, bu günləri artıq dünya dövlətləri, düşünən beyinlər, yaşıl dünya, yaşıl enerji konsepsiyasını ortalığa atıb. Təbii ki, bu arzu olunan bir məsələdir. Ona görə ki, bugün əfsuslar olsun ki, karbohidrogen ehtiyatlarının belə deyək ki, istifadəsi, neftin, qazın, digər ətraf mühitə, yaxud iqlimə təsir göstərən istilik qazlarının, karbon qazlarının, belə deyək də, emissiyalarının kütləvi surətdə atmosferə buraxılması insanlıq üçün, bəşəriyyət üçün ciddi problemlər yaradır. Bu günləri sözün həqiqi mənasında məsələyə insan sağlamlığı nöqteyi nəzərdən yanaşsaq, ciddi xəstəliklər baş verir. Özü bu xəstəliklərin sözün həqiqi mənasında əksəriyyəti bir cavanlaşıb. Yəni, əgər 30 il, 40 il bundan öncə elə xəstəliklər var idi ki, valla biz onu həyatımızda da, necə deyərlər, adını eşitməmişdik. İndi artıq elə xəstəliklər var ki, bəzən biz deyirik ki, yaşlı insanlar bu xəstəliyə tutula bilər. Ancaq bugün o qədər ciddi təsir var ki, yəni ekoloji baxımdan yeməyimizə, içməyimizə, havamıza bu yeni xəstəliklər yaradır və təbii ki, bu da cəmiyyətin degradasiyasına, cəmiyyətin sağlamlığına, onun genofonduna ciddi təsir göstərən məqam kimi qiymətləndirilməlidir. Mən çox ciddi məqamlara toxundunuz. Həqiqətən də həyəcan verici bir, belə deyək, mərhələyə gəlib çıxmışdır bizim dünyamız və onun üçün də bu COP30-da hansı məsələlər müzakirə olunacaq, onu bilmirik. Amma ümumiyyətlə bütün bu COP-ların əsas məqsədi təbii ki, iqlim dəyişmələrlə mübarizəni əhatə edir. Daha yeni bir normativ hüquqi bəlkə də aktlar müəyyənləşdirir. Amma ümumiyyətlə bu COP qərarları və fəaliyyətləri beynəlxalq hüquqda yeni normativ hüquqlar yaradır. Məsələn, Kyoto protokolu var, Paris razılaşması var. İstərdim bu barədə də bir fikirlərinizi bildirəsiniz. Təbii ki, məsələyə sırf beynəlxalq hüquq müstəvisindən yanaşsaq, 1992-ci ildə deməli iqlim dəyişmələri üzrə bir çərçivə konvensiyası qəbul olundu və 1994-cü ildə qüvvəyə mindi və təbii ki, o konvensiyanın məqsədlərinin həyata keçirilməsi məqsədi ilə də 1997-ci ildə Kyoto protokolu və ən nəhayət 2015-ci ildə Paris razılaşması qəbul olundu və bunların fonunda elə adından da görülür çərçivə konvensiyası. Yəni bu konvensiyanın müəyyənliyi, yəni o məqsədlər ki var, o məqsədlərin hələ tam formalaşması əfsuslar olsun ki, öz belə deyək ki, normativ baxımdan tam öz təsdiqini tapmayıbdır. Təbii ki, burada fərqli yanaşmalar var. Məsələn, bu günləri məsələyə həm hüquqi, həm sırf iqtisadi kriteriyalar nöqteyi nəzərdən yanaşsaq, əlbəttə ki, iqlim sisteminin o qazların emissiyasının artması dövlətlər tərəfindən sürətli iqtisadi inkişafa gedən yolla bağlıdır. İndi biz bunu reallıq kimi qəbul etməliyik. Yəni, bu konvensiyalar ki var, bu beynəlxalq hüquqi sənədlər ki var, artıq bugün qüvvədədir və eyni zamanda müvafiq olaraq deyək ki, keçirilən COP-lar ərəfəsində müəyyən hüquqi aspektlərlə bağlı, belə deyək, ona bəzən deyirlər soft law, yumşaq hüquq normalarının formalaşması, təbii ki, bu istiqamətdə beynəlxalq əməkdaşlığın hüquqi əsaslarının formalaşması üçün vacibdir. Ona görə ki, elə məsələlər var ki, bu günləri ətraf mühitin mühafizəsi ilə bağlı, atmosferin, belə deyək ki, təmizliyinin qorunub saxlanması ilə bağlı bu istiqamətdə birdən-birə bərk hüquq normalarının yaradılması mümkün olmuyor. Səbəb isə ondan ibarətdir ki, hər bir dövlət bu prosesə fərqli müstəvidə yanaşır. Məsələn, götürək o sənədlərdə təhlil edərsən, biz görürük ki, burada bu hüquqi sənədlərdə iştirak edən dövlətlərə mövqeyi də fərqlidir. Məsələn, iqtisadi cəhətdən inkişaf etmiş dövlət,
dövlətlər, yaxud xüsusi maliyyə öhdəliklərinə malik olan inkişaf etmiş dövlətlər, yaxud da ki, iqtisadi cəhətdən inkişaf etməkdə olan dövlətlər. İstər-istəməz bu sahədə balansın, belə deyək də, ekoloji ədalətin təmin olunmasında müəyyən problemlər yaranır. Bu problemlərin çözülməsi üçün təbii ki, hər il deyək ki, bu çərçivə konvensiyasının tərəflər konfransı tədbirlər keçirir. Bu özü də təbii ki, tədbirə layiq haldır. Ona görə ki, digər problemlərdən fərqli olaraq ətraf mühit, ekoloji problemlər sözün həqiqi mənasında beynəlxalq təhlükəsizliyin təmin olunmasının ən incə nöqtəsidir. Hər şey ondan başlayır da, belə deyək də, yəni insanın yaşamı, dövlətlərin mövcudluğu, gələcək inkişaf, gələcək nəsillər üçün dünyanı qoruyub saxlamaq sözsüz ki, bu problemdən başlayır. Bəli, gözəl bir sualın cavabı olar, maraqlı sual vermişsiniz. Yəni, sözsüz ki, istər Bakıda keçirilmiş COP29, istərsə digər tədbirlər ki var, bu səviyyədə keçirilib, onların yekunda olan o ki, nəticələr yoxdur. O nəticələr gələcəkdə mən hesab edirəm ki, bu sahədə yeni hüquq qaydasının formalaşmasına zəmin yaradacaq. Zəmin yaradacaq və yaradır da. Məsələn, elə təsadüf deyil ki, məsələn, son zamanlar ətraf mühitə vurulan milyardlarla zərər o qədər insanları, o qədər dövlətləri düşündürür ki, artıq ekosit cinayətini müstəqil bir beynəlxalq cinayət olaraq dövrüyə salmaq istəyirlər. Hətta bu günləri Beynəlxalq Cinayət Məhkəməsi çərçivəsində müzakirələr gedir ki, yəni ətraf mühitə vurulan zərər deyək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda müharibə cinayətlərinin bir kateqoriyası kimi qiymətlənir, bir tərkib hissəsi kimi qiymətlənir. Ancaq artıq bu zərərin həcmi, onun xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təbii ki, o öhdəlik ki var, biz o öhdəliyə qəsd olunur, yəni insanla bağlı olan məsələdir. Artıq məsələni gətirib müstəqil beynəlxalq cinayət kimi ekosidi biz perspektiv kimi ortalığa qoyuruq. Və təsadüfi deyil ki, bu istiqamətdə atılan addımlarda da Azərbaycan Respublikası böyük bir pay oldu. Bizim özümüz də çünki ekositdən böyük əziyyət çəkən o ölkələrdən. Bu yaxınlarda Cənab Prezident Azərbaycan Respublikasının cinayət məcəlləsinə ekosit cinayətinin deməli 104-1 maddəsi əlavə oldu və onu təsdiq etdi. Bu özü də bu sahədə atılan ən mühüm addımlardan biridir. Düzdür, baxmayaraq ki, bu günləri beynəlxalq hüquq səviyyəsində ekosidi beynəlxalq cinayət kimi xarakteriz edən konkret norma, konvensiya yoxdur. Ancaq məsələ ondan ibarətdir ki, bayağı bir gözəl söz dediniz, çıxışmamızdan qabaq dediniz ki, ekoloji ədalət məsələsi var da burada. Yəni, orada yoxdur. Bəs biz neynəməliyik ki? Təbii ki, o cinayət tərkibinin Azərbaycan Respublikasının cinayət məcəlləsinə gətirilməsi özü də böyük bir nailiyyətdir. Düzdür, bəzi dövlətlərin praktikasında var. Onun beynəlxalq hüquq səviyyəsinə çevrilməsi elə yaxşı olar ki, elə milli hüquq qanunvericilikdən başlasın ki, yəni bizim dövlətimiz, bizim ərazimiz də sözsüz ki, 30 ilə yaxın bir işğal dövründə ciddi zərər görüb. Ekoloji zərər milyardlarla ölçülməz, bəlkə də mən çox deyə bilərəm. Təbii ki, belə bir normanın, belə bir qadağan edici normanın cinayət qanunvericiliyində təsbit olunması artıq gələcəkdə bizim ərazimizə, bizim ekolojimizə uzanan o xəyanət əllərinin kəsilməsinə gətirib çıxaracaqdır. Odur ki, bu günləri təbii ki, həm beynəlxalq hüquq müstəvisində, həm digər beynəlxalq tədbirlər kontekstində ətraf mühitə, atmosferə olan o qanunsuz əməllərin qarşısının alınması ciddi bir problem kimi qiymətləndirilir və nəzərdən keçir. Baxmayaraq ki, mən üzr istəyirəm, deməli, bir sıra dövlətlər əslində öz üzərlərinə götürdüyü beynəlxalq öhdəliklərdən qaçdılar. Yəni, COP tədbiri biz ev sahibiyik. Amma COP beynəlxalq məsələdir. Yəni, burada hansısa siyasi marağa, hansısa bir geopolitik marağa istinad eləyib bu tədbirdə iştirak etməmək, təbii ki, həmin dövlətin özünü beynəlxalq imicinə dəyən bir zərbədir. Doğru. Qara PR aparmağa çalışdılar. Söhbət əlbəttə, yəni ki, hər hansı bir, məsələn, bizə elə 44 günlük vətən müharibəsində də bizi ilə bağlı qara PR aparırdılar. Ancaq
hüquq deyilən bir ədalət deyilən, ədalətə söykənən bir haqq var da. Biz cənab prezidentimizin də qeyd etdiyi kimi BMT Nizamnaməsinin 51-ci maddəsini əldə rəhbər tutduq. Ərazilərimizi işğaldan azad elədik. İndi də ərazilərimizin belə deyək də kompleks inkişafına bir bəhrə veririk, bir töhfə veririk. Bütün dünya da bunu görür. Təbii ki, bu istiqamətdə də Azərbaycanın bu istiqamətdə, yəni COP29 aspektində bir töhfə sahibi olması sözün həqiqi mənasında həm beynəlxalq hüquqi nöqteyi nəzərdən, həm də beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının bir söz sahibi olmasına, onun bir aktor kimi, bir geosiyasi mərkəz kimi mövcudluğuna sübutdur. Sözünüzün qüvvəti, yəni bu elə bir fərdi məsələ deyil. Bu regional məsələ deyil ki, məsələn, hansısa ölkələr bundan yan keçsin. Bu bütün bəşəriyyəti əhatə edən məsələdir. Birbaşa konvensiyalarında beynəlxalq sənədlərin 198-ə yaxın dövlət üzvüdür. Bəli. Yəni bütün dünya dövlətləri onun üzvüdür. Hətta dünyanın iqtisadi baxımdan, maliyyə baxımdan aparıcı olan dövlətləri onun birmənalı olaraq üzvüdür və bu üzvlüyün olması, öhdəliyin üzərinə götürməsi, yəni hər hansı bir beynəlxalq hüquqi sənədə qoşulmaq elə belə bir məsələ deyil. Adi, məsələn, Anar müəllim, deməli, deyir ki, dövlət hansısa bir beynəlxalq müqaviləni ratifikasiya elədi, yəni təsdiq elədi. O ratifikasiya aktında qəbul olunmuş qanunda 3 müddəa var. Birincisi, o beynəlxalq müqaviləni ratifikasiya edən dövlət orqanının adı, ratifikasiya olunan beynəlxalq müqavilənin məzmunu, əgər qeyd-şərt varsa və s. o da orada nəzər və üçüncü, həmin müqavilə əsasında üzərimə öhdəlik götürürəm. Yəni, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi. Sən bunu götürürsənsə və sən o öhdəliyi yerinə yetirməməyə görə özün milli hüququna, özün milli maraqlarına istinad edirsənsə, bu müqavilələr hüquq haqqında Viyana konvensiyasına ziddir. Halbuki, həmin o dövlətlər ki var ki, bu günləri qara PR-la məşğul edirlər, həmin dövlətlər söz gedən konvensiyaların hamısının iştirakçısıdır. Hətta Azərbaycandan da qabaq. Onda bu sözlərinizdən belə nəticəyə gəlmək olur ki, COP29-da, ümumiyyətlə COP-larda qəbul edilən qərarlar beynəlxalq hüququn mənbəyi hesab oluna bilər. Biz ona doğru gedirik. Təbii ki, biz ona doğru. Yəni, bu yumuşaq normaların müəyyən olunması vacibdir. Yəni, bir var ki, otururlar illərlə, məsələn, elə beynəlxalq sənədlər var ki, beynəlxalq layihələr var ki, 20 ildir. Hələ onun haqqında bir ümumi rəyə gəlmək mümkün deyil. Elə məsələ var ki, reallıqla bağlıdır, mövcud şəraitlə bağlıdır. Məsələn, ekoloji məsələlərdir ki, atmosferin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı məsələlər müasir dövrün reallığıdır. Yəni ki, o çevik prosesdir. Yəni, pozuntuya, deyək ki, zərərə gedən bir prosesdir. Bunun qarşısının alınması üçün hər hansı bir beynəlxalq tədbirdə müəyyən bir qərarın qəbul olunması sonradan bu istiqamətdə hər hansı bir beynəlxalq hüquq normasını, yəni o prosesi, o münasibəti tənzimlənməyə xidmət edəcək ciddi hüquq normasının yaranması üçün əsas ola bilər. Təşəkkür edirəm Rahim müəllim, suallarımıza dolğun, məzmunlu cavablarınıza görə. Belə, hörmətli tamaşaçılar, nəzərinizə çatdırım ki, qonağımız Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dekan müavini, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov idi. Qeyd edim ki, bu veriliş beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar İctimai Birliyinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları və hüquqi dəyərləndirmələr layihəsi əsasında çəkilir. Sağ olun, gələn görüşlərədək.